Xankəndidə Qayıdış Gənclər Forumu Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər layihəsinin açılış mərasimi keçirilib. Forum Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, Qarabağ Universiteti və Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Açılışda çıxış edən Qarabağ Universitetinin prorektoru Fariz Əhmədov azad edilmiş ərazilərdə təhsil mühitinin formalaşdırılmasının strateji əhəmiyyətini vurğulayıb. Milli Məclisin deputatı Rizvan Nəbiyev isə qayıdış hüququnun beynəlxalq hüquq sistemində yerindən danışaraq bu kimi platformaların gənclərin hüquqi biliklərinin artırılmasına töhfə verdiyini bildirib. Elm və Təhsil Nazirliyinin nümayəndəsi Ayla Həsənova Məmmədova çıxışında gənclərin hüquqi düşüncə və beynəlxalq baxışlarının inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib. Tədbirin sonunda Bir Könüllü Təşkilatının baş katibi Gülpəri Muradova layihənin Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olduğunu diqqətə çatdırıb.